Bilirsiniz nə maraqlıdır mənə? Bunu hansımız, bu klassik kostyumu hansımız bu vəziyyətdə geyinirik? Yəni, bəlkə mənim xəbərim yoxdur. Yəni niyə? Ya da harda bu belə geyinilməlidir? Bunu dəniz qırağında giyməliyik, görəsən, bu viddə. Yəni, bunu heç bir mağaza müdürü, bunu kim elətdirir bunu? Yəni, bunu bu vəziyyətdə kim sizə deyir geyinin? Bu qədər mi yəni düşmüsünüz? Bu qədər mi çox belə yəni insan bir söz belə tapa bilmir də yəni. Gününüz aydın olsun, əziz qeyrətli Azərbaycan xalqı. Yaxın oturun, geyimlə əxlaq ölçülmür deyən başı boşlar, taxtabaşlar, ağılsızlar, axmaqlar. Baxın, bu xanım etirazını bildirir. Bəli, bildirməlidir, hamımız da bildirməliyik, bu cür geyimlərə etirazımızı bildirməliyik. Ay, bu geyimlə əxlaq ölçülmür deyənlər, bu geyim xoşunuza gəlir? Hansı bir milliliyə, hansı bir kişiliyə, hansı bir qeyrətə sığır? Bu geyimlər hansı bir qeyrətə sığır? Yəni, xoşunuza mı gəlir bu geyimlər? Və mən sizə bir dənə bir şey deyim. Mən həmişə demişəm, bu ölkəni fərqi yoxdur. Hansı vasitələrlə, nə cür pozan insanlar var, ha? Onlar birbaşa xalqın düşmanıdır. Və bugünkü gün mən buradan səsləndirəm o insanlara, fahişə paltarlarını gətirən insanlara, o fahişə paltarlarını satıb evinə, ailəsinə çörək aparan kişi demək olarsa kişilərə. Yəni bugünkü gün siz deyə bilərsiniz ki, mən bu malı gətirdim, ancaq fahişələrə kimə xoş gəlir, onlar üçün gətirmişəm, pozğunlar üçün gətirmişəm, onlar alır. Mən onlardan çörək qazanıram. Çörək qazanıram, ha. Bu çörəyin halallığını da nəzərə almaq lazımdır. Kişi kimi qazanmaq lazımdır çörəyi. Yəni sən bugünkü gün onlara satırsan, fikirlərsən ki, mənim nəyimə lazımdır ki, mən bu əxlaqlı qadınlarla nə işim var? Mən sənə incəliyini izah edeyim. Sən bugünkü gün o paltarları gətirirsən, hansısa pozğun geyinir, o pozğunun qızı da geyinir, o qız da məktəbdə oxuyur, hansısa bir əxlaqlı, abırlı, qeyrətli bir ailənin qızı oxuduğu sinifdə oxuyur və bunlar da uşaqdılar da, deyək ki, bunlar 5-də, 6-da, nə bilim 7-də, 8-də oxuyurlar. Bunlar başlayırlar padurqalıq eləyirlər. Uşaqdır da, bunlar bir-birinə nə bilim münasibətləri tutur, padurqalıq eləyirlər. Və başlayır bu uşaq gedir evdə ayağına və filan söhbət lamiyələrdən getmir. Lamiyə məsəl üçün ondan geyinir. Məsəl üçün bu cür paltar geyinir. Mən də istəyirəm, o cür elə qəşəng ki, anası da başlayır deyir ki, hə qızım, bu atana da deyim, hə alarım. Gəlir atasına deyir ki, bə qızım bundan geyinmək istəyir. Ata başlayır etiraz eləyir. Yox, olmaz, qələt eləyir, nə edir? Ay kişi, niyə söz söhbət edirsən? Uşaqdılar, nə olarsa o uşaqdır da, o nə qanır. Qoy yaraşır axı ona. Bəzi analar var, ha, ana demək olarsa, qızlarının bədəninlə, qızlarını lütləndirib çölə çıxanlarında fəxr eləyirlər. Qızım nə gözəldir. Qızımın nə qəşəng ayaqları var, qızımın nə qəşəng sinəsi var. Qoy hamı görsün mənim qızımın gözəl olmağını. Amma ana qızının qeyrəti ilə fəxr eləyir. Lütlənməyindən yox. Əsl ana. Nəsə kişini razı salır. Kişi də baxır, fikirləşir ki, uşaqdır da, eybi yox. Yaxşı da nə olar? Qoy söz-söhbət yaratmayın. Böyüyəndə geyinməz bunu. Bir də ailə ki, qızı artıq ərə getmək vaxtıdır. Artıq bunun qızı fahişə vidindədir. Və bu da gətirib çıxardır. Bax, bu səbəblərini mən sizə incəliyib, detalları hamısını izah edirəm. Ay, o fahişə paltarı satanlar. Biraz kişiliyiniz olsun, biraz vicdanınız olsun. Belə şeyləri nəzərə alın. Yəni mən həmişə demişəm, bu ölkədə fahişəliyi təbliğ edənlər, istər geyimində, istər hansısa bir reklamlarda, istər belə paltar satanlar var, ha, bəxt edin insanlar. Birbaşa əlində sumkalarla narkotik satmaq kimi bir şeydir. Mən bunu həmişə demişəm. Onlar da, bəli, deyə bilərsiniz ki, narkomana satır da, gətirib hansısa bir normal oğlana satmır ki. Həmin o narkomanın dediklərimiz çoxu da yaxşı bir ailələrdə böyümüş uşaqlardır. Sadəcə düşüblər atmosferə, hansısa bir şərəfsizin uzbatından düşüblər və olublar narkoman. Həmin o qızlar da, hansısa qeyrətli ailənin qızları da gətirib çıxır bu məsələlərə, bu həddə gəlib çıxır. Bax, eyni şeydir. Sizin birbaşa xalqı pozmağınız, birbaşa narkotik satmaq kimi bir şeydir. Sonra da hamı düşür. Ay bu dövlət bu ölkəni elədi, nə bilim, indi bəziləri hamıya şamil eləmir. Ölkəni elədi, nə bilim, fahişəxana nə elədi. Dövlət satır o paltarları, özümüz də eləyir satan. Bu tamojadan gətirəndə, gömrükdən gətirəndə neyləsin? Dövlət bir paçkaları açsın paltarı, desin ki, ay kişi, baxın görüm nə cür milli dəyərə uyğun paltar gətirmisən, yoxsa yox. Bu gömrükdən keçir, rengindən keçir, gedir bu tərəfə. Bu nəyinə lazımdır sən də malı gətirmirsən? Əsas odur ki, narkotik keçirmə. Məsələn, dövlətin qanunları, məsələn, qanuna zidd olan şeylər keçirtmə. Qanunda heç bir qanunda yoxdur ki, sən pozğun paltarı gətirə bilərsən, gətirə bilməsən. Bu bizim öz kişiliyimizə, vicdanımıza qalır. Yəni sən bir-iki gün gətir bu malı satıb, hansısa bir fahişələri, pozğunları çıxardıb, özünü malını reklam edirsənsə, xalqın düşmanı deyilsənsə, biraz kişiliyiniz olsun da, biraz vicdanınız olsun da. Azdır gözəl paltarlar, Türkiyədən belə gətirirlər, Çindən belə gətirirlər. Qardaşlar var ki, gedirlər, ancaq abırlı paltarlar, Azərbaycan qadınına yaraşan paltarlar gətirir. Ölkənin də biraz onlardan. O çörəyi halal qazanın da, kişi kimi qazanın da. Nə də bu ölkəni eləmsə, siz eləmsiniz ölkəni fahişəxana, İraq yaxşılarına. Siz eləmsiniz, and olsun Allah, siz eləmsiniz. O krop paltarları, mini yubqaları, nə bilim, sinəsi başa açıq paltarları gətirənlər, siz eləmsiniz ölkəni fahişəxana.
Qur'ana and olsun. O gedib bəlkə düzdür deyə bilərsən ki, o fahişə gedəcək xaricdən alacaq da, getsə oradan da alıb gətirə bilər də. Biz satmasaq da gedib oradan alıb gətirəcək. Əvvəl də var idi Avropa. Əvvəl də var idi Avropaya inteqrasiya, çıxış. Amma görürdülər ki, yox bu ölkədə qınanılır axı. O ölkədə qınanılır. O içində o geyimi geyinmək istəyən də eləmirdi onu. Ki bu ölkədə qınanılır. Bu ölkədə geyinən yoxdur axı. Mən necə gedim onu xaricdən alım gətirim geyinim. Amma siz ölkəni elə günə qoymusunuz ki, artıq 5 nəfərdən biri fahişə vidindədir. Və bu geyimlərə görə fahişə vidindədir. Onun da səbəbkarı sizsiniz. Siz atmayın hər şeyi, nə bilim, dövlətin üstünə və yaxud da kimlərin üstünə. Birinci özünüzü düzəldin, sonra dövlətdən hansısa bir əxlaq və yaxud da hansısa bir milli dəyərləri tələb edin. Allah xalqımızı, qeyrətlilərimizi qorusun. Belə biabırçılığa sadəcə Allahdan səbr diləyirəm qeyrətli insanlara. Allah belə insanlardan qorusun. Belə təbliğatdan qorusun xalqımızı. Allah xalqımızı, dövlətimizi qorusun.